Verilmiş sözlərin orfoqrafiyasını nəzərə alaraq arzuluğu müəyyən edin. İllüstrasiya ü ilə yazılmalı idi, yəni səhv yazılıb. İmprovizasiya yazılmalı idi. İnkubator şəklində yazılmalı idi. Yəni səhv yazılan sözləri tapmalıyıq. Səhmanlamaq sözündə a ilə yazılır, sahmanlamaq. Separatizm sözünün yazılışı düzgündür. Kəhrəba sözünün yazılışı düzgündür. Kollegiya sözü o hərfindən yazılmalı idi. Kollegiya. Qövsi quzey sözündə də ü yox, u yazılmalı idi. Qövsi quzey. Doğru cavab 1, 4, 5. 6-cı lokomotiv sözünün cavabı da lokomotiv sözünün yazılışı da doğrudur. Testin doğru cavabı E bəndidir. Hansı cümlədə ismi birləşməni həm təyin, həm də mübtəda kimi düşünmək mümkündür? Bizim Əhmədin oğlu Kamal Həmidov yarışda birincilik qazandılar. Cümləsində bizim Əhmədin oğlu Kamal Həmidov hansı Əhmədin oğlu bizim Əhmədin oğlu hansı Əhmədin bizim. Buradakı təyindir və bu da təyindir. Kamal Həmidov mübtədadır. Yəni ismi birləşmə Əhmədin oğlu və yaxud da Kamal Həmidovu mübtəda və təyin kimi ikili düşünmək mümkün deyil. Gürcüstan valisi İraqli ilə dostluq edirdi. Dostluq edirdi xəbər, dostluq edirdi kim? Gürcüstan valisi. Gürcüstan valisi kim ilə? Dostluq edirdi İraqli ilə. Bir də Gürcüstan valisi İraqli ilə dostluq edirdi, yəni kimsə, o mənasında düşünülə bilər. Burada Gürcüstan valisini artıq təyin kimi düşünmək mümkündür. Deməli, doğru cavab B bəndidir. C bəndində o xurmayı saçlı, göy gözlü bir oğlan idi. Oğlan idi xəbər, kim o? Necə xurmayı saçlı, necə göy gözlü? Bunlar yalnız təyin ola bilər. D-də bu gəlişi gözəl sözlərdən o bir təhər görünürdü. Görünürdü xəbər, görünürdü kim o? Bir təhər, görünürdü necə bir təhər? O bir təhər görünürdü nədən sözlərdən? Hansı sözlərdən? Gəlişi gözəl sözlərdən. Gəlişi gözəl yalnız təyin kimi ola bilər. Y-də mərmər sütunlu sarayın qabağındakı meydançada orkestr vals çalırdı. Nə edirdi? Çalırdı. Çalırdı. Nə? Orkestr. Harada çalırdı? Meydançada çalırdı. Nə çalırdı? Vals çalırdı. Hansı meydançada? Sarayın qabağındakı meydançada. Hansı saray? Mərmər sütunlu sarayın qabağındakı. Yəni gördüyümüz kimi burada hər iki dənə söz birləşməsi təyin yaradıb, amma heç birini bunların mübtəda kimi düşünmək olmur. Doğru cavab B bəndidir. Hansı cümlədə mürəkkəb feil işlənməmişdir? Qiymətli olan hər şey ölçülə bilməz, ölçülə bilən hər şey qiymətli deyil. Məsələn, ölçülə bilməz, birinci tərəfi A-yə, ikinci tərəfi bilmək sözündən yaranıb. Ölçülə biləndə həmçinin bu nümunədə mürəkkəb feil var. B bəndində qəbahətləri boynuna almamaq, səhvləri etiraf etməmək, yeni qəbahətlərlə yüklənmək deməkdir. Etiraf etməmək, boynuna almamaq və s. mürəkkəb feillərdir. C bəndində qüdrətli olmaq, zəifi öz səviyyənə qaldıra bilməkdir. Qüdrətli olmaq, qaldıra bilmək mürəkkəb feilləri bu variantda da var. D bəndində qərb dünyanı dəyişib, özünə uyğunlaşdırmaq, şərq özünü dəyişib, dünyaya uyğunlaşdırmaq yolunu seçmişdir. Yəni, nümunədə 5 feil var. 5-i də sadə feildir, mürəkkəb feil deyil. Daha doğrusu düzəltmə, uyğunlaşdırmaq mürəkkəb feillərdir, digərləri düzəltmə feillərdir, digərləri sadə feildir, mürəkkəb feil yoxdur. E-də qədim fəlsəfələr bu gün də elmi yoluna çıraq tutmaqla davam edir. Çıraq tutmaq, mürəkkəb feilləri bu variantda işlənir. Gördüyümüz kimi doğru cavab D bəndidir. Nümunəyə və cədvələ əsasən uyğunluğu müəyyən edin. O gün ki parladı şahların tacı, sən oldun bir çörək, bir haqq möhtacı. Doğrudur və yanlışdır cavablarına baxaq. Budaq cümlə, baş cümlə ikinci gələn sxemə uyğun cümlədir. O gün ki parladı şahların tacı, onda sən oldun bir çörək, bir haqq möhtacı. Sən oldun bir çörək, bir haqq möhtacı nə vaxt? Şahların tacı parlayanda. Yəni, ikinci cümlə baş cümlədir, birinci cümlə budaq cümlədir. Birinci düzgün fikirdir. Doğrunun altında olduğuna görə götürülür. İkinci, baş və budaq cümlə şəxsə görə sadə cümlənin eyni növündədir. Parladı şahların tacı, bir çörək, bir haqq sən
Bir çörək bir haqq möhtacı oldun. Bu da mübtəda xəbəri olan cümlədir. Yəni hər ikisi müəyyən şəxsli cümlədir. İkinci fikirdə doğrunun altında verildiyi düzdür. Baş və budaq cümlədə mübtədanın ifadə vasitəsi eynidir. Birinci budaq cümlədə mübtədanın ifadə vasitəsi şahların tacıdır. Baş cümlənin mübtədanın ifadəsi vasitəsi səndir. Bu səhv fikirdir. Doğrunun altında verildiğine görə uyğun deyil. Dördüncü, budaq cümlədə ikinci dərəcəli cümlə özü işlənmişdir. Şahların tacı parladı nə vaxt? O gün. Zaman zərfliyi var. Bu doğru fikirdir. Yanlışın altında verildiğine görə götürülə bilməz. Budaq cümlə baş cümləyə bağlayıcı sözlə bağlanmışdır. O gün ki, o vaxt ki, bağlayıcı sözü budaq cümlədə işlənmişdir. Düzgün fikirdir. Yanlışın altında verilir. Bu da götürülə bilməz. Nəhayət 6-cı, yalnız budaq cümlədə söz sırası pozulmuşdur. Şahların tacı o gün ki parladı, sən bir çörək bir haqq möhtacı oldun. Yəni hər iki cümlədə inversiya var. Bu yanlış fikirdir. Yanlışın altında verildiyinə görə doğru götürəcəyik. Gördüyümüz kimi doğru cavab 1, 2, 6 E bəndidir. Uyğunluğu müəyyən edin. Fe'li bağlama tərkibi cümlənin kəmiyyət zərfliyidir. Fe'li sifət tərkibi cümlənin təyinidir. Məsdər tərkibi cümlənin mübtədasıdır. Hamı uşaqların qorxduğu film barədə danışırdı cümləsində. Burada demək işlənib fe'li sifət tərkibi. Uşaqların qorxduğu fe'li sifət tərkibi. Fe'li sifət tərkibinin cümlədəki vəzifəsinə baxaq. Nə edirdi? Danışırdı. Danışırdı kim? Hamı. Danışırdı nə haqda? Film haqqında. Film barədə. Hansı film barədə? Uşaqların qorxduğu. Gördüyümüz kimi uşaqların qorxduğu təyindir. Fe'li sifət tərkibi təyin vəzifəsindədir. Cavabı bu 2-yə uyğundur. B-də qurtdan qorxan qoyun saxlamaz. Cümlədə fe'li sifət tərkibi yenə işlənmişdir. Nə etməz saxlamaz? Saxlamaz kim? Qurtdan qorxan. Qurtdan qorxan fe'li sifət tərkibi cümlənin mübtədasıdır. Bizdə cavablarda ona uyğun bir variant yoxdur. C-də vətəni sevmək hər birimizin borcudur. Hər birimizin borcudur xəbər. Hər birimizin borcudur nə? Vətəni sevmək. Məsdər tərkibidir və cümlənin mübtədasıdır. Bu uyğun gəlir 3-ə. D-də görüləcək işlərimizi unutmamalıyıq. Unutmamalıyıq nəyi işlərimizi? Hansı işlərimizi görüləcək? Təyindir, amma fe'li sifət tərkibi yox, fe'li sifətdir. Ona görə D-də heç bir yerə uyğun gəlmir. Y-də uşaqlar əlləri ağrıyınca Elşadı alqışladılar. Alqışladılar xəbər, alqışladılar kim uşaqlar, kimi Elşadı. Nə qədər? Əlləri ağrıyınca, əlləri ağrıyana qədər fe'li bağlama tərkibi cümlənin kəmiyyət zərfliyi vəzifəsində işlənir. Bu da 1-ə aiddir. Doğru cavab 1Y, 2A, 3C A bəndindədir. Verilmiş nümunədəki hansı söz və ya sözlər heç bir cümlə üzvü ilə sintaktik əlaqəyə girməmişdir? Biz bilirik ki, cümlə üzvləri ilə sintaktik əlaqəyə girməyən sözlər qrupuna xitab və ara sözlər daxildir. Meşələr, meşələr doğrudan da siz yayda da, qışda da ilk baharsınız nümunəsində. Meşələr sözləri xitabdır, doğrudan da təsdiq bildirən ara sözdür, modal sözdür. Siz sözü ilk baharsınız sözündən əlaqədədir. Qışda ilk baharsınız, yayda ilk baharsınız, ilk baharsınız sözlərlə əlaqəsini rahatlıqla görmək olar. Digər cümlə üzvləri ilə sintaktik əlaqəyə girməyən sözlər meşələr və doğrudan da sözdür. Doğru cavab C bəndidir. Dialekt üslü sözünün fonetik təhlili ilə bağlı yanlış fikri müəyyən edin. Sözün tələffüz forması dialekt üstü formasındadır. Sözdə bir-biri ilə qarşılıq təşkil edən samitlər işlənmişdir. A variantındakı fikirlər. T və D samitləri bir-biri ilə qarşılıq təşkil edən samitlərdir. Ona görə bu doğru fikirdir. B bəndində sözün səs və hərf tərkibi arasında 3 fərqli məqam var. Bir fərqli məqam y samitinin artırılmasıdır. Bir fərqli məqamda T-nin D-yə keçməsidir. Gördüyümüz kimi B bəndi səhv fikirdir. Bizdən yanlış fikir soruşduğuna görə doğru cavab B bəndidir. Digər cavablara baxaq. Cingiltili samitlərin sayı dodaqlanmayan saitlərin sayından çoxdur. Cingiltili samitlər Y1, D2, L3, D4. Dodaqlanmayan saitlər isə
A və E samitlərdir. Bu da doğru fikirdir. Cingiltili samitlərin sayı daha çoxdur. Q samitinin kar ilk samitinin cingiltili qarşılığı işləmişdir. Q samitinin kar qarşılığı K samitidir. Bu var. Bu düzdür. İlk samitinin cingiltili qarşılığı isə Y samitidir. Bu da sözdə işlənmişdir. Deməli, bu da düzgün fikirdir. D bəndi də düzgündür. E-də 5 hecalı sözdür. 1, 2, 3, 4, 5 sait işlənmişdir. Ahəng qanuna tabe deyil. İ incə, A qalın, E incə, Ü incə, Ü incə, həm incə, həm qalın olduğuna görə bu da doğru fikirdir. Testin doğru cavabı B bəndidir. Hansı cümlədə budaq cümlə baş cümləyə bağlayıcı sözlə bağlanmışdır? A bəndində hər kəs ki, bəşəriyyəti dəyişdirmək istəyir, o özünü dəyişdirmək istəyir. Demək, bu cümlədə tabe mürəkkəb cümləsində bağlayıcı vasitə hər kəs ki sözüdür. Biz bilirik ki, bağlayıcı sözlər əsasən sual əvəzçilər, amma əsasən sual əvəzçilər olur. Bəzən sual əvəzçiləri funksiyasını yerinə yetirən digər sözlər də olar. Hər kəs ki, burada kim ki mənasını ifadə edir. Yəni, kim ki bəşəriyyəti dəyişmək istəyir, o özünü dəyişdirmək istəyir. Buradakı hər kəs ki sözü bağlayıcı sözdür və qarşılığı da o əvəzliyi mübtədasında qarşılığa dayanır. Doğru cavab A bəndidir. Ona görə hər kəs ki burada bağlayıcı sözdür. Digər variantlarda o şəxs xoşbəxtliyə çata bilər ki, səhvlərindən nəticə çıxarmağı bacarsın. Bağlayıcı vasitə kişi bağlayıcıdır. Xəyal ona görə gerçəklikdən qüdrətlidir ki, hər şeyi canlandıra bilir. Kişi bağlayıcıdır, bağlayıcı vasitə. İnsan çox şeydən həya etdimi, şərəf və qürur sahibi olur. Etdimi, mi ədatı bağlayıcı vasitədir. Burada mi şəkilçisi bağlayıcı vasitədir. Həqiqəti həmişə yanınızda gəzdirin ki, köləlikdən azad olasınız. Ki bağlayıcısı burada bağlayıcı vasitədir. Gördüyümüz kimi doğru cavab A bəndidir. Uyğunluğu müəyyən edin. Şəxsi cümlədir, ümumi şəxsi cümlədir, qeyri-müəyyən şəxsi cümlədir. Əhmədi maarif şöbəsində yaxşı qarşıladılar. Qarşıladılar kimsə qarşıladı burada. Xəbər üçün şəxsin zəmindədir. Qeyri-müəyyən şəxsli cümlədir. A 3-ə aiddir. B bəndində daldan atılan daş topuğa dəyər. Nə edər dəyər? Dəyər nə? Daş. Görürük ki, mübtədaslar xəbər də var. Baxmayaraq ki, atalar sözdür, ümumi şəxsli cümlə yox, müəyyən şəxsli cümlədir. Və variantlarda olmadığına görə B heç birinə aid deyil. C-də bizlərdə qonağa çox hörmət edirlər, qulluğunda dururlar. Qulluğunda dururlar, hörmət edirlər. Kimsə, yəni mənasındadır burada. Yenə bu da qeyri-müəyyən şəxsi cümlədir. C yenə 3-ə aiddir. D-də onun məktəbdən xaric edilməsinə qərar verildi. Qərar verildi xəbər. Xəbər üçün şəxsin təkindədir, mübtəda yoxdur. Təsəvvür belə etmək mümkün deyil. D aiddir şəxsi cümləyə. Nəhayət, nə əkərsən, onu biçərsən, ümumi şəxsi cümlədir. Və bu da 2-yə aiddir. 1D, 2Y, 3AC doğru cavab E bəndidir. Hansı cümlədə fərqləndirilmiş hissə uzlaşma əlaqəsinin göstəricisi ola bilməz? Ürək kövrəkləşir sən oxuyanda, sən də dinləsəydin mən oxuyanda. Bilir ki, uzlaşma əlaqəsi mübtəda ilə xəbər arasında işlənir. Bir də söz birləşmələrinin, ismi birləşmələrinin tərəfləri arasında olur və ikinci tərəf əsas etibarilə əsas tərəf olur. Birinci nümunədə dinləsəydin sözündə N şəxs sonluğu var. Sən dinləsəydin, sən söz ikinci şəxsdədir. Dinləsəydin N şəxs sonluğu ikinci şəxsə aiddir. Uzlaşmanın göstəricisidir. B bəndində zərər yox, onu mən sağ qoysam əgər, dünyada yox məndən alsaq bir nəfər. Qoysam sözündə sam bütöv hissədir, məndir. Burada M şəkilçisi təkcə uzlaşma əlaqəsinin göstəricisi şəxs sonluğudur, amma sa və M iki şəkilçisi bir yerdə göstərilib, amma bu isə doğru deyil. C bəndində hərgah mən səhv etməsəydim, çox az iş görə bilərdim. Etməsəydim M şəxs sonluğu, mən mübtəda xəbər arasında uzlaşmanın göstəricisi M şəxs sonluğudur. Əgər adamsansa sev adamları, demə bu dostumdur, o düşmənimdir, dostumdur, dur şəxs sonluğu, bu mübtəda xəbər arasında uzlaşmanın göstəricisi dur şəxs sonluğu, bu da doğrudur.
Nəhayət edə biz qoca Qafqazlı igid ərlərik, biz birinci şəxsin zəmində olduğuna görə ərlərikdəki ilk şəkil isə birinci şəxsin cəminin şəxs onluğu qəbul etmişdir. Doğru cavab B bəndidir. Tabes mürəkkəb cümlələrdən birində eyni zamanda baş verən hadisələr sadalanır. Zənnim doğru çıxdı. Yarım saat sonra bütün ətrafı od və qurşun tufanları bürüdü cümləsində ikinci cümlə birinci cümlədəki fikri aydınlaşdırır. Yəni bu aydınlaşdırma əlaqəli tabes mürəkkəb cümlədir. Fikir ikinci cümlə birinci cümlələrdən biri digərini aydınlaşdırır. B bəndi 3 ildir supulunu vermirsən, bir söz demirəm. 3 ildir ki deməkdir bu. Bu tabeyi mürəkkəb cümlədir. 3 ildir nə? Baş cümləsi əvvəl işlənən, mübtədanın budaq cümləsi mübtədanın sualına cavab verən tabeyi mürəkkəb cümlədir. Ocaq çatıldadıqca qığılcımlar ətrafa sıçraşır, yavaş-yavaş köz düşürdü. Yəni demək ocaq yandıqca qığılcımlar artır və ocaq yandıqdan sonra yavaş-yavaş köz düşürdü. Burada ardıcıllıq baş verən hadisələr sadalanır. Kənd itləri səs-səsə verib hürüşür, at kişnəməsi və malqara səsi ətrafa yayılırdı. İtlər hürür, atlar kişniyir, malqaranın səsi yayılır. Bu eyni zamandadır. Doğru cavab D bəndidir. Şaxta şiddətlənir, küçələr şüşəyə dönür cümləsində səbəb-nəticə əlaqəsi var. Şaxta şiddətlənməsinin nəticəsində küçələr şüşəyə dönürdü. Doğru cavab D bəndidir. Hansı üsluba aid xüsusiyyət verilməmişdir? Təbiilik və sərbəstlik bu üslubun əsas əlamətidir. Bu məişət üslubuna aid xüsusiyyətdir. Bu üslubda işlədilən feillər adətən əmr, xəbər, vacib və şərt şəklində olur. Bu rəsmi şüzar üsluba aid olan fikirdir. Mürəkkəb cümlələrdən geniş istifadə olunur. Üçüncü fikir elmi üsluba aid olan xüsusiyyətdir. Təsviri və analitik şərhlərə yer verilir fikri isə publisistik üsluba aid olan xüsusiyyətdir. Gördüyümüz kimi verilən fikirlər içərisində bədii üsluba aid olanı yoxdur. Doğru cavab B bəndidir. Müqayisə cədvəlinə əsasən verilmiş cümlələrlə bağlı hansı fikirlərin yeri dəyişilsə, uyğunluq bərpa olunur. Soruşun ki, bu necə oyundur? Məncə oxusan, məqsədinə çatarsan. Birinci, baş cümlənin xəbəri əmr şəklində olan feillə ifadə olunmuşdur. Soruşun nəyi əmr şəklində olan feildir. İkinci cümlədə məqsədinə çatarsan da isə ar şəkilçisi olduğuna görə, zaman şəkilçisi olduğuna görə xəbər şəklindədir. Birinci fikrin yeri düzgündür. İkinci, köməkçinin hissəsi işlənmişdir. Köməkçinin hissəsi, burada ki köməkçinin hissəsi var. İkinci cümlədə məncə köməkçinin hissəsi var. Dolayısıyla ikinci fikir ortaq xüsusiyyətlərin içərisində verilməli idi. Yəni ona görə ikinci fikrin yeri səhvdir, dəyişdirilməlidir. Üçüncü, düzəltmə söz işlənməmişdir. Demək, bu nümunədə məncə oxusan, məqsədinə çatarsan nümunəsində hər hansı bir düzəltmə söz yoxdur. Soruşun ki, bu necə oyundur cümləsində də yenə düzəltmə söz yoxdur. Üçüncü fikirdə hər ikisinə aid olduğuna görə bu da ortaq xüsusiyyətlərin içərisində verilməli idi. Dördüncü fikir, həm hal, həm də mənsubiyyət şəkilçisi qəbul etmiş söz işlənmişdir. Məqsədinə sözündə mənsubiyyət və hal var. Birinci cümlədə soruşun ki, bu necə oyundur cümləsində isə belə bir fikir yoxdur. Yəni 1 ilə 4 yerindədir. Yəni variantlarda 1 və 4 heç bir halda olmamalıdır. Çünki yeri dəyişdiriləcək xüsusiyyətlərdən deyil. Gördüyümüz kimi yalnız D variantı qaldı. Gərək indi 2 ilə 3-ün yeri dəyişməlidir. 5 və 6-ya baxaq. Həm feili, həm də ismi xəbər işlənmişdir nümunəsi, bu 5-ci nümunə aid olmalı idi birinci cümləyə. Deməli, biz 2 ilə 5-in yerini dəyişməliyik. Çünki soruşun və oyundur. Feili ismi xəbəri var, amma ikinci cümlədə hər ikisi feili xəbərdir. 6-cı, qrammatik cəhətdən cümlə üzvləri ilə bağlı olmayan söz işlənmişdir. Ara sözlər. Birinci cümlədə ara söz yoxdur, amma ikinci cümlədə ara söz var. Bu da 3-ün yerinə işlənməli idi. 3-ün də 6-nın yeri dəyişməli idi. Deməli, doğru cavab D bəndidir. Nümunədəki təsriflənən feillərin hamısı üçün ortaq olan xüsusiyyətləri müəyyən edin. Yaltaqlıq, satqınlıq, sayılır hünər, sayılır sözü var burada. Düzlüyə dolanmır fələyin çarxı, burada dolanmır sözdür.
İndiki iblislər, indiki divlər, enişdən yoxuşa axıdır arxı. Axıdır sözü də burada təsriflənən feildir. Quruluş da düzəltmədir. Sayılır sözü saymaq, sayılmaq, dolamaq, dolanmaq, axmaq, axtmaq. Bu fikir doğrudur. İndiki zamandadır. Hər üçünün sonunda zaman şəkilçisi ırı görmək mümkündür. Bu da doğru fikirdir. Xəbər şəklindədir. İndiki zamandadırsa avtomatik olaraq xəbər şəklindədir fikri də doğrudur. Şəxs onluğu qəbul etmişdir. Görür ki, cümlələrin hər üçünün sonunda zaman şəkilçisi var. Ondan sonra şəxs onluğu gəlməyib. Köməkçi sözdən istifadə olunmuşdur. Yenə də sonda zaman şəkilçisi var deyə ondan sonra köməkçi söz, idimiş isəciyinin, köməkçi hissəciyinin sözünü görmək mümkün deyil. Doğru cavab 1, 2, 3 D bəndidir. Hansı cümlədə əlavə söz birləşməsi ilə ifadə olunmamışdır? A bəndi. Əsmər xala ilkini burada Vüqarın evində gördükdə, burada Vüqarın evində, Vüqarın evində əlavəsi söz birləşməsidir. B bəndi. O kəndə yazda sular bulananda gəlmişdi. Yazda sözünün əlavəsi sular bulananda fe'li birləşmə söz birləşməsi ilə ifadə olunmuşdur. C bəndi. Hacı Əhmədin evi kəndin ayağında, çay qırağında idi. Çay qırağında sözü söz birləşməsidir, ismi birləşmədir. D bəndi. Kiçik oğlumda Zəfərdə riyaziyyətə böyük maraq var. Kiçik oğlum nümunəsinin əlavəsi Zəfərdə sözüdür. Zəfər sözü söz birləşməsi deyil gördüyümüz kimi. Doğru cavab D bəndidir. E-yə də diqqət edək. Gün ağaranda, atam evə çatanda fe'li birləşmədir, söz birləşməsidir. Doğru cavab D bəndidir. Hansı bənddə lalə funksiyasına görə verilmiş nümunələrdəki fərqləndirilmiş hissələrin heç birinə uyğun deyil? Lalələrin funksiyasına diqqət yetirək. Sən çıxdın qarşıma duzla çörəklə nümunəsində lalə vergül işarəsindən göründüyü kimi duzla və çörəklədir. Yəni və vergüllə əvəz oluna bilir. Buradakı la qoşmadır. Həmcins qoşmalı üzvlər işlənmişdir. Ona görə qoşmadır. İkinci, bağlanıb xalqa məhəbbətlə ürək telləriniz, ağ qızıl yığdı məharətlə qızıl əlləriniz, məharətlə yığdı, necə nə tərzdə yığdı. Lə burada zərf düzəldən leksik şəkilçidir. Leksik şəkilçi. Burada isə qoşmadır. Bəndlərə baxaq. A bəndi. Səriyə və Gülnaz soyuğu durmadan cığırla gedirdilər. Cığırla sözündə lalə nə ilə gedirdilər? Qoşmadır. Qoşmaya uyğunluq var. Birinci cümlə ilə uyğundur bu. B-də o filmdən aldığı zəngin və xoş hisslər haqqında sevinclə danışacaqdı. Sevinclə sözündəki lə yenə qoşmadır. Birinci ilə uyğun gəlir. C-də sahildə vurnuxan şoferlə briqadir başlarını itirmişdilər. Şoferlə şofer və briqadir deməkdir. Buradakı lə bağlayıcıdır. Bizə təqdim olunan nümunələrdə bağlayıcı yox idi. Deməli, doğru cavab C bəndidir. Digər cavablara baxaq. Səadət kamalla yetişər başa, xalqat hörmət elə, ədəblə yaşa. Kamalla yetişər, demək, burada kamalla sözü var. Bir də ədəblə yaşa, nə tərzdə yaşa nümunəsində. Həm zərf düzəldən şəkilçi var, həm qoşma var bu nümunədə, uyğunluq var. Yəni, verilən nümunələrə. E-də oğlan titrək əlləri ilə qapını açıb içəri girdi və orada dayandı. Əlləri ilə, əlləri vasitəsilədir burada. Yəni, lə qoşmadır. Qoşma da verilən nümunələrdə var idi. Doğru cavab C bəndidir. Yalnız qrammatik normanın pozulduğu cümlələri müəyyən edin. Alma hələ göy idi, yeməli deyildi cümləsində hər hansı bir qrammatik norma pozulmasından söhbət gedə bilməz. B bəndində hər bir xalqlar yaxşı yaşamağa məhkumdurlar cümləsində hər bir xalq olmalıdır. Xalqlar yox, məhkumdurlarda da lar şəkilçisi bu qrammatik norma. Amma yaşamağa məhkumdurlar yox, yaşamağa layiqdirlər ola bilər. Yəni, burada məhkum sözünün işlənməsi doğru deyil. Yəni, həm leksik norma, həm qrammatik norma pozulub bu nümunədə. Quşlar uçub ağaca qondu cümləsində hər hansı bir norma pozuntusu yoxdur. D bəndə insanların çoxu çətin vəziyyətdən çıxmağı bacarmırlar nümunəsində lar səhv işlənir. Çünki bacarmır xəbər, bacarmır kim, insanların çoxu. Birləşmənin əsas tərəfində mənaca çoxluq olsa da, cəm şəkilçisi olmadığından ikinci tərəfdə larlər şəkilçisi işlənə bilməz. Qrammatik norma pozulmuşdur və yalnız qrammatik norma pozulur. Ona görə doğru cavab D bəndidir.
Ey bəndinə diqqət yetirək. Min baharın ətridir, bir insanın baharı. İnversiya olduğuna görə qrammatik norma pozuldu. Bir də ətridir yox, ətridir olmalıydı. Bu da fonetik normanın pozulmasıdır. Ona görə cavabı ödəmir. Doğru cavab D bəndidir. Verilmiş cümlədə buraxılmış durulu şairləri müəyyən edin. Səhəri vəzir qayıdıb, qoşa nöqtə, tire ilə başlayacaq. Qiblə-i aləm, vergül, dedi, tire, şəhərdə, vergül, tire, ancaq tək-tək qocalar, vergül, uşaqlar qalıb, vergül, qırılan qırılıb, vergül, sağ qalan da gecə ikən meşəyə qaçıb, nöqtə, ardıcılığı ilə davam etməlidir. Yəni, gördüyümüz kimi bu nümunədə qoşa nöqtə var əvvəlcə, sonra 2 tire işarəsi var, 1, 2, 3, 4, 5 isə vergül işarəsi var, cümlənin sonunda da nöqtə işarəsi var. Ona görə doğru cavab A bəndidir. Verilmiş nümunədə işlənməmişdir. Dünyanın əvvəli solu müəmma, cövhəri müəmma, donu müəmma. Dünyanı anlayan qəmini çəkdi, anlaya bilməyən dəmini çəkdi. Frazeoloji birləşmə, qəm çəkmək, dəm çəkmək sözləri frazeoloji birləşmədir. Bu işlənib. Bir-birlə münasibətdə olan antonim sözlər ilə qəm çəkmək, dəm çəkmək sözləri bir-birinə münasibətdə antonimdir. Həmcins mübtədalar, dünyanın əvvəli sonu müəmma, müəmmadır deməkdir bu. Müəmmadır nə dünyanın əvvəli, nə sonu. Həmcins mübtədalar var gördüyümüz kimi. Səs və hərf tərkibi fərqlənən, təsriflənən feil. Cümlədə təsriflənən feillər qəmini çəkdiyi və dəmini çəkdiyi sözlərdir. Bunların yazışı və tələffüzü arasında heç bir fərq yoxdur. Ona görə D bəndindəki fikir yanlışdır. İsimlə ifadə olunmuş ismi xəbər müəmmadır xəbərləri isimlə ifadə olunmuşdur. Bu da doğru fikirdir. Testin doğru cavabı D bəndidir. Hansı bənddə uyğunluq pozulmuşdur? Təqvimdə 28 may gününün qırmızı hakilə verilməsi ideoqrafik yazıya misal ola bilər. Doğru fikirdir. Bu doğru yazılıb qarşısında. Mebel təmiri sexinin qabağındakı mebel şəkli piktoqrafik yazıya misal ola bilər. Doğru fikirdir. Qarşısında doğru yazılıb. Elektrik qutusunun üstündə çəkilən kəllə şəkli piktoqrafik yazıya misal ola bilər. Səhv bu ideoqrafik yazıdır və yanlışdır. Qarşısında yanlış yazıldığına görə uyğunluq gözlənilmişdir. Orxon Yeniseyev üzərində tapılmış qədim türk yazılı abidələrin nümunələri fonoqrafik yazıya nümunə ola bilər. Düzgün fikirdir. Qarşısında da düzgün yazılıb. Qara parçanın yaz, səməninin bahar rəmzini ifadə etməsi əşyəvi yazıya misal ola bilər. Qarşısında doğru yazılıb. Bu əşyəvi yox, ideoqrafik yazıya, fikri yazıya nümunədir. Ona görə doğru yazılması doğru deyil. Uyğunluq bu hissədə pozulmuşdur. 20 Y bəndi. Nümunələrdə altından xətt çəkilmiş hər iki ifadə ilə bağlı doğru fikirləri müəyyən edin. O bulağa su gətirməyə getdim, qonşuluq üzündən görəndə ötəri bir salam verirdim. Tabelik əlaqəsində asılı tərəfdir. Su gətirməyə getdim, qonşuluq üzündən salam verirdim. Yəni gördüyümüz kimi hər ikisi tabelik əlaqəsinin asılı tərəfidir. Hər iki tərəfdə, hər ikisində xəbər əsas tərəfdir. Altdan xətt çəkilən birləşmələr isə asılı tərəfdir. İkinci fikir feili birləşmədir. Su gətirmək feili birləşmədir. Qonşuluq üzündən feili birləşmə deyil. Yəni əsas tərəfdəki söz feil olmadığına görə feili birləşmə deyil. İkinci dərəcəli cümlə üzvüdür. O bulağa su gətirməyə getdim. Niyə, nə üçün, nə məqsədlə? Məqsəd səhvlidir. Qonşuluq üzündən salam verdim. Niyə, nə üçün, nə səbəbə? Qonşuluq üzündən salam verirdim. İkinci dərəcəli üzdür. Bu da düzgündür. Yəni 1 ilə 3 düzgündür. 4-də səbəb zərfliyidir. Bayaq qeyd etdiyimiz kimi birinci misradakı su gətirməyə birləşməsi məqsəd zərfliyidir. İki cümlə üzvü ilə sintaktik əlaqəyə gəlmişdir. Su gətirməyə getdim, qonşuluq üzündən salam verdim. Hər ikisi bir cümlə üzvü ilə sintaktik əlaqədədir. 5-ci fikir də səhvdir. Doğru cavab 1-3 A bəndində yalnız 1-3 variantıdır. Nümunə ilə bağlı doğru fikirləri müəyyən edin. Qoy qırılsın artıq cəllad bıçağı, qoy uçulsun ölüm və qan ocağı, dünya olsun azad ana qucağı, qalx, 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 düşsün dünya. Bütün misralarda söz sırası pozulmuşdur. Qırılsın, uçulsun, dünya olsun
xəbərləri cümlədə əvvəldə işləndiyinə görə ilk 3 misrada söz sırası pozulmuşdur. Ancaq 4-cü misrada qalx xəbərindən sonra gələn xitab düşkün dünya olduğuna görə, yəni xitab cümlənin sonunda da gələ bilər, xəbərdən sonra da gələ bilər. Burada söz sırası pozulmayıb. Ona görə bütün misralarda söz sırası pozulmuşdur fikri düzgün deyil. İkinci fikir, ikinci və 4-cü misralarda həmcins üzvlər işlənmişdir. İkinci misrada söz birləşməsinin tərəfləri həmcinsdir. 4-cü misrada isə olan təkrarlar həmcinslik yaratmayıb. Yəni həmcins üzvlər işlənmişdir fikri də səhvdir. Üçüncü misrada təyin işlənmişdir. Dünya olsun azad ana qucağı. Dünya olsun xəbər, dünya olsun nə? Ana qucağı, necə ana qucağı? Azad ana qucağı. Üçüncü fikir doğrudur. Nümunədəki xitab söz birləşməsi ifadə olunmuşdur. Bayaq qeyd etdiyimiz kimi sonuncu düşkün dünya ifadəsi xitabdır. Söz birləşməsi ismi birləşmə formasındadır. Düzgün fikirdir. Təsriflənən feillərin hamısı əmr şəklindədir. Qırılsın, uçulsun, dünya olsun, qalx feilləri əmr şəklindədir. Bu da doğru fikirdir. Testin doğru cavabı 3, 4, 5 E bəndidir. Ardıcıllığı müəyyən edin. Cümlədəki sözlərdən biri Ç hərfi İ səsini, Ç hərfi K səsini, Ç hərfi Y səsini, Ç hərfi C səsini ifadə etsin. Təzə döşəyüzü gətirib bu dəm, anam çarpayıda yer açdı mənə. Nümunəsində Ç samitindən sonra sait gəldiyinə görə təzə döşəyüzü. Burada Y səsini ifadə edir. Y səsi 3-də olduğuna görə deməli birinci 3 olmalıdır. İkinci cümlə, gözəllər çiçək dərib tər buxağa düzərlər. Çiçək sözü Ç samitindən sonra samit gəldiyinə görə buradakı Ç səsi İ səsini ifadə edir. İ səsi isə birincidir, deməli 3-dən sonra 1 gəlməlidir. Üçüncü, uşaq qələm, mürəkkəb və vərəq hazırlayıb nə yazacağını gözlədi. Mürəkkəb sözündə birinci Ç yerində qalır, ikinci Ç C kimi tələffüz olunur. Ç-nın C kimi tələffüz olunan variantı soruşulub. Bu da 4-cü cümlədədir. Nəhayət, sonuncu, tanklardan açılan pulemyot ateşi dərələrə səs saldı. Tank sözündəki K səsi isə, K hərfi isə K səsini ifadə etdiyindən deməli sonuncu Ç olmalıdır. Doğru cavab 3, 1, 4, 2 ardıcılığı ilədir. Cədvələ əsasən müəyyən edin. Doğrudur, yanlışdır. Oy sözü yerinə görə əsas, yerinə görə köməkçinin hissəsi kimi işlənə bilir. Oy sözü biz bilirik həm nida kimi işlənə bilər, həm də feil kimi, oymaq feili mənasında işlənə bilər. Düzgün fikirdir. Qeyri-müəyyən yerlik halda olan söz müstəqil şəkildə cümlə üzvü ola bilər. Qeyri-müəyyən yerlik hal müstəqil cümlə üzvü ola bilməli. Yalnız müəyyən yerlik hal ola bilər. Doğru fikirdir. Deyil bu. Doğrunun altında verildiğine göre yanlıştır. Yara sözü həm amonim, həm də çoxmənalı söz kimi işlənə bilər. Yara sözü isim kimi, həm də yaramaq feili kimi işlənə bilir. Ona görə amonimdir fikri doğrudur. Çoxmənalı söz kimi, məsələn, güllə yarası və yaxud da könül yarası birləşmələrində birini həqiqi, birini məcazi olduğunu görüb çoxmənalı söz kimi işlətmək olar. Üçüncü fikir də doğrudur. Dördüncü, düzgünlük və düzülmək sözlərinin kökü eyni səsdir. Düzgünlük sözü düz, düzgün, düz, düzül. Yəni, ül şəkilsizdə, qıncın, quncul şəkilsizdə feillərə artırılır. Ona görə hər iki sözün kökü düz feilidir. Düzgün fikirdir, yanlışın qabağında verildiyinə görə səhv götürüləcək. Beşinci, köməkçinin hissəsini nidanın işləndiyi bütün cümlələr heç nə nida cümləsi deyil. Bu fikir də doğrudur. Nitq hissəsi nida olan cümlələrin sonunda nida işarəsi olarsa, yəni yüksək hiss həyəcanla deyilərsə nida cümləsi olur. Amma sual nöqtə işarəsi qoyularsa nida cümləsi olmur. Deməli, bu düzgün fikirdir. Yanlışın yanında verildiyinə görə səhvdir. Altıncı, baxıldı sözü kontekstə görə həm məhsul, həm də qayıdış növ kimi işlənə bilər. Baxıldı sözü heç bir zaman qayıdış növ kimi ən azından işlənməsi qeyri-mümkündür. Yəni, əsas etibarilə şəxsiz növdə olan feil kimi işlənir baxıldı sözü. Deməli, bu fikir yanlışdır. Yanlışın altına verildiyinə görə də doğrudur. Testin doğru cavabları 1, 3 və 6'dır. Klasteri tamamlayın. Bişirdi sözü məlum növdədir. Bu söz bilirik ki, bişirdi və bişirdi şəklində vurğusu iki fərqli hecada olmaqla iki fərqli söz kimi düşünülə bilər. Köməksiz sözlə, hissəciklə işlənmiş sözdür. Əgər ir şəkilçisi leksik olarsa, di qrammatik olur, köməksiz sözlə işlənmiş olmur. Ona görə birinci fikir səhvdir.
Kökü və başlanğıc forması fərqli olan sözdür. Əgər bişmək sözün kökü ir qrammatik şəkilçi di, idi hissəci olarsa, kök və başlanğıc forma fərqli olmur, eyni olur. 2 də səhvdir. Hərəkət bildirən sözdür. Həm bişirmək, həm bişmək. Hər ikisi hərəkət bildirən sözdür. Doğru fikirlərdən biri 3-dür. Təsriflənən feildir və xəbər şəklindədir. Təsriflənən feildir. Ir də zaman şəkilçisi ola bilər, di də zaman şəkilçisi ola bilər. Hər iki halda xəbər şəklində olar. 4-cü fikir də doğrudur. Zaman şəkilçisi qəbul etmiş sözdür. Biraz əvvəl qeyd etdiyimiz kimi, ir də zaman şəkilçisi ola bilər, di də zaman şəkilçisi ola bilər. Bütün hallarda zaman şəkilçisi qəbul etmiş sayılır. 5 də doğru fikirdir. Doğru cavab 3, 4, 5-dir. Hansı cümlələrdə xitab isimlə ifadə olunmamışdır? Birinci cümləyə baxaq. Gözəl bir süfrə açmışdır çəməndə ilk bahar bülbül. Nədəndir qüssədən, qəmdən vurursan dəm, nə var bülbül? Burada gördüyümüz kimi xitab mövqeyində olan söz bülbüldür. Bülbül sözü isimdir. İkinci, axı oyun gedir, əzizim, nə bağırırsan? Əzizim sözü, əziz sözü bildiyimiz kimi sifətdir, nümunədə isimləşib. Doğru cavablardan biri 2-dir. Ah düşünən başlar, yaradan əllər, qanat verirsiniz düşüncələrə. Burada xitab düşünən başlardır. Xitab isim yox, söz birləşməsi ilə ifadə olunub, ismi birləşmə ilə ifadə olunub. Deməli, doğru cavablardan biri də budur. 4-də, yazın növbəharısan bizim diyarda, qıvrım tellərini sana bənövşə. Bənövşə sözü gördüyümüz kimi xitabdır və isimdir. 5-də, qızarmış sevgilim, al yanaqların nümunəsində də sevgilim sözü nitq səsi olaraq isimdir. Doğru cavab 2, 3-dür. Sözlərin leksik mənaları ilə bağlı uyğunluğu müəyyən edin. Nəsihət, məsləhət və marşrut. Bir işin görülməsi üçün verilən hökm, göstəriş, yəni nə nəsihət, nə məsləhət, nə marşrut sözünə uyğun deyil. Adamların nəqliyyat vasitələrinin dayandığı yer, yəni bu da dayanacaq ola bilər olsa, digər heç bir sözlərə verilən 3 söz uyğun deyil. Öğüt vermə, yol göstərmə bu nəsihət deməkdir. C1-ə aiddir. Necə hərəkət etmək, bir işi görmək haqqında göstəriş bu məsləhət deməkdir. 2D-yə aiddir. Adamların, ordunun, nəqliyyatın qabaqcadan müəyyən olunmuş yolu, müəyyən bir marşrutu, bu da marşrut sözünə aiddir. Gördüyümüz kimi doğru cavab 1C, 2D, 3E-dir. Kursivlə verilmiş cümlədə məna pozuntusu yaradan sözü müəyyən edin. İnsanların öz gələcəyinə təsir dərəcəsi keçmişdən və gələcəkdən asılıdır. Bundan əvvəlki cümləyə baxsaq görərik ki, deyir ki, bu o demək deyil ki, insanların gələcək hadisələrə heç bir təsiri yoxdur. Yəni gördüyümüz kimi burada gələcək hadisələrə heç bir təsiri yoxdur deməkdir. İnsanların öz gələcəyinə təsir dairəsi gələcəkdən asılı deyil. Yəni buradakı fikirlərdə gələcəklə bağlı olmadığı ifadə olunur. Amma bu gələcək sözü gələcəkdən asılıdır da demək deyil. Yəni insanın öz gələcəyinə təsir dairəsi keçmişdən və bugündən asılıdır ola bilər. Oradakı gələcək sözü demək məna pozuntusu yaradır. Doğru cavab şagirdlər gələcək olaraq seçib yazmalıdır. Mətnə əsasən cədvəli doldurun. Tün tərəflə verilmiş ifadələr. Təsvir etmək, anlayış və müddəa. Demək ki, təsvir etmək, anlayış və müddəa sözlərini kontekstə görə uyğun izahı. Təsvir etmək, elmi məqsədlə bir şeyin xüsusiyyətlərini, əlamətlərini və s. müntəzəm şəkildə şərh və ifadə etmək deməkdir. Yəni bunu qısa olaraq şərh etmək, ifadə etmək kimi göstərə bilərik. Sonra anlayış sözü bir şey haqqında məntiqi cəhətdən formalaşmış ümumi fikir, təsəvvür sözləri yazaraq əsaslandırma verə bilərik. Müddəa sözü isə bir şeyə əsaslanaraq irəli sürülən fikir, iddia, tez isə deyilir. Deməli, buna uyğun cavablar yazaraq
cədvəli doldurmaq mümkündür. Mətnin məzmunu ilə uyğunluq təşkil edən ən uyğun fikri müəyyən edin və fikrinizi əsaslandırın. Mətni diqqətlə oxusaq görərik ki, ikinci fikir doğrudur. Hər bir hadisə, hər bir davranış və hətta insanın seçimləri belə əvvəlki səbəblərin qaçılmaz nəticələridir. Mətndən də görünür ki, determinizm hər bir hadisənin, qərarın və hərəkətin əvvəllər baş vermiş, qırılmamış hadisələr zənciri ilə səbəbli olaraq təyin olunur. Və belə bir müddəadır. Yəni determinizmə görə bütün hərəkətlərin bir səbəbi var. Bir səbəbi var. Və yaxud da determinizmə görə hadisə, qərar və hərəkət əvvəllər baş vermiş, qırılmamış hadisələr zənciri ilə səbəbli olaraq təyin olunur kimi cümlələr yazmaqla fikri əsaslandırmaq mümkündür.